Bəli. Salam, hər vaxtınız xeyir dəyərli dostlar. Bu günləri mən Saltanat Qaranur kəndində böyük küçələrdən birindəyəm. Göründüyü kimi Qaranur Bələdiyyəsi yenə də bu gözəl işlərini davam edir. Bu məhəllədə yaşayan sakinlər Qaranur Bələdiyyə sədri Azər müəllimə müraciət etmiş ki, bizim küçənin qeyd və qrəbil örtüyünün düzlənməsini təmin edəsiniz. Bu daha qeyd edilənib. Qrəbil örtüyü gəlir, qrəbil gəlir. Bu da onu göstərir ki, kənd sakinləri həqiqətən də seçimi düzgün edərək, dəyərli bələdiyyə sədrimiz Azər müəllimə səs verərək layiqli namizəd seçiblər, o da xalqına xidmət edir. Bundan da başqa gözəl işlər görülür. İzləmədə qalın, hər birini görəsiniz. Videonu təqdim etdi sizə Qaranur Bələdiyyəsinin mətbuat katibi Elşad Həşimov. Dene. Hal-hazırda bax göründüyü kimi qreyderlənib, qrəbil gəldi. İndi qrəbillənir, bunun ardınca da qreyderlər üzlənəcək, yol səliqəli formaya salınacaq. Bu da oyun göstərir ki, vətəndaşlara qayağı göstərilir, diqqət ayrılır, hər zaman da diqqət ayrılacaq. Sağ olsun Qaranur Bələdiyyə sədri Azər müəllim və kollektivi. Gələcək burada. 5 maşın gedəcək. Azad dedi 5. 4 5. O hamara gelsin ha. Gide uğra.